Salam qızlar, necəsiz? İnşallah yaxşı olarsınız. Mən də yaxşıyam. Atam gildəyəm və səhər yeməyi hazırlayıram ki, yemək yeyək. Mama markete gedəsiyəm. Demək qızlar, bir dəqiqə qapını örtüm. Demək qızlar, paltarım biri belədir. Belə. Əynimə çox böyüdü. Yəni mən zaten kiloluyam. Bu da mənə elə gəlir ki, lap kilolu göstərdi. Bilmirəm geri iade edeyim yoxsa yox. Əslində ikisi də ayrı-ayrılıqda, yəni yaxşı kombinləmək olar. Amma ikisi bir yerdə olanda insan çox kilolu göstərir həqiqətən. Amma rəngi falan çox qəşəng, yaşıldı. Nə bilim, indi markete gedirəm. Belə, yandan da belə görsənir. Çox, nə bilim, hazıra. Okey, eləməyəcəm. Həvəsim gəlmərəm də. Nemlendirici vuracağım. Bu universal Faberlic nemlendiricisidir. Universaldır. Belə həm əl, həm də üz üçün istifadə etmək olur. Nemlendirici düşmüş deyil. Nemlendirdim. Burada tuz vurur gözüm. Başka bir şey yok. Gel burada. Gel burada. Sarasın gelmeye hiç beni ben oldum hemen. Akizler götürdü de almak değil. Nasıl inanız? Rehbere tuzu vuracağım burada Faberlic'inde. Tuz gelen hiç görüntmüş vurmadım. Onsuz da kime biraz çok sosyal hayatım yok yani. Koşma da vurdum. Böyle. Neyse kadar ahır tamamlayalım arkadaşlar. Karar verdiğim. Gördüğüm şey. Sonra daha raporlatsan da alınır. Biraz canlı hem de bugün bayramda. Böyle. Orada safriye elədim gerek. Ben bu bürcün bilmem ne bürc. İşte her şeyi bürcüne esaslandırma olur. Bu değişkenliği necə olacaq. Ama yani o bir şeyini gizlemişim. Hoşluyorum ki hiç vaxt negatif olmalı sevmirlər. Her zaman pozitif olmaq sevmirlər. Ne olur olsun. Hiç vaxt enerjiləri bitmir. Ben özümden danışıram yani. Belə. Saçımı da heç beğenməmişəm. Yəni normal quruq. Ne bu mənim saçım? Ne quruq mu quruq? Düz kimi düzdür. Şirevdən getdi məsəl. Ucuna var idi. O şişir. Neyse. Sifətimizdə 10 kilo. Şokok elədikdən sonra bu artıq almışam. Bu arada paletim oldu yəni. Görək. Aça bilsin. Bunu temi də almış. Belə yaxşı da pis deyil. Ama yəni 3 manata yaxşı keyfiyyətli. Yalağı evdə içində sanmışdır. Ona göre çok olmuyor ama. Tekrar bilmem kimin ev yok tamamıyla o hissesini kapatıyor. Alnımıza da, yanağımıza da. Gözümüze de. Gözümüze de biraz uygulayalım oldu. Çünkü gözümüz hiç yoklanmasın. Kama da olur. Ondan durmam diye. Yemrem diye durmam lazım. Tamam neyse de. Yine el burnum üzerinde gelirmiş. Demek L'Oreal'ın fabrikası da Türkiye'den gelip bu rengidir. Rengi böyle değil. Bilmem bir görsanmış kamera. Yazdık. Nömrəsi 550-dir.
hazır olduk. Estağfurullah, ətrimizi də bıraq. Nasıl bəlkə fikirləşdim belə videonu sonra. Bu videomda özümü bilmirəm, MasterChef-də izləmişsinizsə izləməmişsiniz. Sonra şef onun basıqlı kimi istəyirəm özümü. Hemen kızlar marketten getdik geldik. Ben tez yemek hazırlığına başladım. Mamamın da işler var idi. O da öz işlerini görürdü. Demek kızlar her iş gördükçe taxtanı yiyordum yani. Dayandırıp yiyordum. Yani elə bilmeyin ki et doğradığım yerde hamısını doğradım. Yok. Sos hazırladım. Salat çok qəşəng olmuşdu kızlar. Yemədim. Makaron süzəcəkdim. Makaronun əti. Hə, hazırladım. Çox qəşəng idi, amma heyf ki dəhşət acı idi. Mən bibəri bilməmişəm belə acı olmağını. Salat da dəhşət acı idi. $2,000 later. İkinci gündən yenə hər kəsə salam. Atam səhərlər yemək yemir, ancaq kofe içir. Atamın kofeni hazırladı. Verdiyəndən sonra dedim elə balkonda Lucy ilə bir yerdə zavtraq eləyək, o da yeməğini yesin. Mən də demək qızlar, bu salat dünən hazırladığımda bugün də çox qəşəng idi. Sınamağınızı tövsiyə edirəm. Bugünlük bu qədər. Sağ olun, sağlıqla qalın. Hələlik görüşənədək.